Gün bir gənc oğlan gedir, əlində bir qab şərabla, dolu bir qab şərabla, içki ilə gedir, Peyğəmbər çıxır qarşısına, deyir, cavan, xoş gördük səni, bu həyəcanlanır. Deyir ki, indi əlimdəki şərabın iyini, qoxusunu hiss eləyər, biabır olaram Peyğəmbərin yanında. Deyir, xoş gördük, deyir, salam ya Rasulallah. Deyir, əlində apardığın nədir? Deyir ki, bunun rəngi ağarır, bədəni əsir. Və qorxusundan, abrının getməsinin qorxusundan Peyğəmbərin yanında, o qorxudan. Yoxsa Peyğəmbər heç kəsə qarşı amansız rəftar etmirdi, əksinə bağışlayırdı, göz yumurdu. Özü də deyirdi ki, göz yumun insanlara. Bu deyir, mən xəcalət çəkirdim, şərab dolu qabla gedirəm və Peyğəmbər qarşıma çıxır. Deyir, qorxumdan, xəcalətimdən dedim ki, baldır bunun içində. Dedi, qoy yerə, baxım görüm necə baldır. Deyir, yerə qoyanda dedim, ey eyibləri örtən Allah, Peyğəmbərin yanında məni xəcalət eləmə. Qabı qoydum yerə, qabı açdı, gördüm, bala çevrilib, balla dolu bir qabdır. Baxdı, dedi, nə gözəl bal aparırsan. Allahla Peyğəmbəri əl-ələ verib bir günahkarın günahını örtmək üçün. Allahla Rəsulü Peyğəmbəri, bax, insanlığa belə bir yol nicat verəcək, belə bir insan nicat verəcək.